Pasientlərdə ən çox müşahidə olunan səhvlər: dərman preparatları qəbul edirlər, xüsusən də antibiotiklər, infüzion məhlullar və sağlam olmadıqdan sonra həkimə müraciət edirlər. Misal üçün 10 gündə temperaturu var, ağrıkəsicilər atır, özbaşına sistemlər qoşur və artıq ağırlaşmış halda həkimə müraciət edirlər. Bu təbii ki, yanlışdır, xəstənin sağalmasını gecikdirə bilər. Proqnoz yaxşı olmaz. İkinci, ağrıkəsinin özünü aldatmaq. Misal üçün, başı ağrıyır, ağrıkəsi atır. Yenə başı ağrıyır, yenə ağrıkəsi atır. Misal üçün, burada ən çox rast gəldiyim nə olur? Arterial təzyiq. Misal üçün, 120-80-ə gəzən insan 130 olanda başı ağrıyır, ağrıkəsi atır və təzyiqini ölçdürmür. Hər hansı bir səbəb axtarmır. Bir müddət sonra orqanizm adaptasiya olur, 140 təzyiq olur, yenə ağrıkəsi atır. 150, 160, artıq xəstə nə vaxtsa təzyiqini ölçdürmək istədikdə baxır, görür ki, 200 təzyiqlə gəzir, amma xəbəri yoxdur. O təzyiq də orqanizmə ciddi fəsadlar verir. Üçüncü rast gəldiyimiz səbəb: ağrım yoxdursa mən xəstə deyiləm. Xeyr, ən ciddi xəstəliklər ağrısız yaranır. Hətta xərçəngin özü, şəkərli diabet, qaraciyər piylənməsi, böyrək xəstəlikləri, demək olar ki, ən ciddi xəstəliklər ağrısız yaranır və artıq son anda ağrılar başlayır və orada çox şey gecikmiş olur. Misal üçün, piylənmənin özü artıq səndə ciddi fəsadlar verə bilər. Amma piylənmən varsa, təbii ki, ağrı olmaya bilər. Amma artıq şəkərə və təzyiqə zəmin yarada bilər. Ona görə də ağrı olması vacib deyil. Dördüncü yanlışlıq: müalicə bitməmiş nəticə gözləmək. Çünki bəzi xəstəliklər var ki, onun müalicəsi uzun çəkə bilər və 3 ay, 6 ay, misal üçün qaraciyər piylənməsinin özündə 3 ay, 6 ay bəzən qaraciyər piylənməsi müalicəsi gedir. Burada pəhrizin də önəmi çox vacibdir. Bəzi xəstəliklər isə ömürlük dərman preparatı qəbul etməlisiniz. Məsələn, arterial təzyiq, şəkərli diabet, ömürlük dərman preparatı qəbul etməlisiniz. Bir neçə ay qəbul etdikdən sonra xəstə deyiləm demək olmaz. Və 5-ci ən ciddi səhvlərdən biri: hər şeyi dərmandan gözləmək. Misal üçün, bizim çox xəstəliklərimiz bizim həyat tərzimizə görədir. Məsələn, bir insan gecələr yatmır, adətən saat 3-də, 4-də yatır, gündüzlər daha çox yatır. Bu insanlarda ciddi baş ağrıları olacaq, ciddi halsızlıq, əsəb, gərginlik, stres və çox səbəblər ola bilər və bu insanlara vaxtında yatmalısan, yatsan bu şeylər düzələcək deyirsən, amma faydası yoxdur. İstəyirlər ki, ancaq dərman preparatı qəbul etsin və onunla düzəlsin. Amma səbəb ortadan götürülməsə, dərmanın heç bir önəmi yoxdur.